Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə Lice Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcək. Baxalım bugünkü mövzumuza. Həm böyük, həm də kiçik hərflə yazılan sözlər. Ad bildirən elə sözlər var ki, həmişə böyük hərflə yazılır. Məsələn, şəhər sözü kiçik hərflə yazılır, çünki dünyada şəhərlər çoxdur. Lakin Gəncə sözü böyük hərflə yazılır, çünki bu adı dedikdə konkret bir şəhər nəzərdə tutulur. Elə sözlər var ki, həm böyük, həm də kiçik hərflə yazılır. Məsələn, Nərgiz sözü gül adı bildirdikdə kiçik, insan adı bildirdikdə böyük hərflə yazılır. İndi isə keçək testlərimizə, artıq 27-ci testdəyik, baxaq birinci sualımıza. Hansı cümlədə bayram sözü böyük hərflə yazılmalıdır? A bəndi, bütün küsürlər bayramda barışmalıdırlar. B bəndi, bütün dostlarım bayramda bizə gələcəklər. C bəndi, aldığı hədiyyələr bayramı çox sevindirdi. D bəndi, biz sizi ancaq bayramda görə bilirik. Baxın uşaqlar, aldığı hədiyyələr bayramı çox sevindirdi. Böyük hərflə yazılmalıdır, insan adlıdır. Baxırıq indi də İkinci sualımıza uşaqlar. Pətəkdə yalnız böyük hərflə yazılan sözlər olan hissələrin simvolunu qoysaq, pətək sözü necə görünər? Balıq, jurnal, kəpəz, toplan, təbriz, çiçək, insan, ay, gün, saat, durna. Baxın, təbriz, ay, gün, toplan, kəpəz. Hansı bəndimiz uyğun gəlir uşaqlar? Əlbəttə ki, C bəndimiz uyğun gəlir. Baxırıq indi də üçüncü sualımıza. Baxağın hansı cümlədə ad bildirən sözün ilk hərfi yanlış yazılmışdı. A bəndi, mehriban dərsə vaxtında gəlmişdi. B bəndi, biz bu yay ailəmizlə Qubaya istirahətə getdik. C bəndi, bu gözəl şəkilləri Gülər çəkmişdi. D bəndi, balaca Aylin pişiyinin adını Tumurcuq qoymuşdu. Baxın uşaqlar, D bəndidir Tumurcuq, böyük hərflə yazılmalıydı. Çünki pişiyinə ad vermişdi Aylin. Baxırıq indi də dördüncü sualımıza. Baxağın 4-ə. Hansı bənddə uyğunluq pozulmuşdur? A bəndi, heyvan, toplan, B bəndi oğlan, Samir, C bəndi şəhər, Gəncə, D bəndi heyvan, ayı. Cavabımız olur D bəndi. Baxırıq indi də 5-ci sualımıza. Cədvəlin hansı hissəsində uyğunluq pozulmuşdur? Böyük hərflə yazılanlar. Koroğlu, göyərçin, Mars, göyərçin kiçik hərflə yazılmalıdır. Kiçik hərflə yazılanlar kəpəz böyük hərflə yazılmalıdır. Ulduz, planet. Cavabımız hansıdır? Cavabımız olur B bəndi. Baxırıq indi də 6-cı sualımıza. Baxaq uşaqlar, hansı misralarda ad bildirən sözlərin ilk hərfi yanlış yazılmışdır? Parçalanmış ana torpaq, bu Qarabağ, o Qaradağ, lap sərhəddə araz ancaq, haray çəkir insan kimi. Baxın, birinci, ikinci, üçüncü cümləmiz. Cavabımız olur B bəndi. Baxırıq indi də 7-ci sualımıza. Baxaq uşaqlar, 7-yə hansı bənddəki sözlərin ilk hərfi həmişə böyük yazılır? Baxırıq. A bəndi, çovdar, çiçək, B bəndi, dəmir, durna, C bəndi, xurma, xətkeş, D bəndi, gülnar, göygöl. Əlbəttə ki, olur, D bəndi, gülnar, göygöl. Baxırıq 8-ci sualımıza uşaqlar. Hansı cümlədə ad bildirən sözün ilk hərfi yanlış yazılmışdır? A bəndi, sən artıq böyük oğlansan, Mahir. B bəndi, atası kitab alanda Uğur çox sevinir. C bəndi, bu at Muradı çox uzaqlara apardı. D bəndi, müdrik qocanın Aydın adlı qonşusu vardı. Baxın uşaqlar, C bəndinə bu at Muradı. Murad böyük hərflə yazılmalıydı. İnsan adından söhbət gedir, çox uzaqlara apardı. Cavabımız olur C bəndi. Baxırıq indi də 9-cu sualımıza uşaqlar. Qutuda gizlənmiş sözlər həmişə böyük hərflə yazılır. Ad bildirən sözdür, canlı varlıq bildirir, nə sualına cavab verir. Bu söz hansıdır? Arzu, Aslan, Nazim, Qıtdı, Qırat. Əlbəttə ki, cavabımız Qırat. C bəndi. İndi də baxırıq 10-cu sualımıza. Baxaq uşaqlar, ona uyğunlaşdırın. Baxırıq, uyğunlaşdırağın. Ayı, Nərgiz, Türkiyə. Türkiyə hər zaman böyük hərflə yazılır uşaqlar. Nərgiz həm böyük, həm kiçik hərflə, ayı kiçik hərflə. Cavabımız hansı oldu? Əlbəttə ki, A bəndimiz. Baxırıq indi də 11-ci sualımıza. Hansı bənddə uyğunluq pozulmayıb? Böyük hərflə yazılır, kiçik hərflə. Baxalım.
A bəndi bəzən xəyal qurmaq onu çox sevindirirdi. Xəyal adı burada kiçik hərflə yazılmalı idi. İmtahanda biz birinci yeri xəyal tutmuşdu. Burada xəyal böyük hərflə yazılmalı idi. Baxaq B bəndinə. Balaca çiçək müəllimi tərəfindən çox sevilir. Doğrudur. Əkdiyim çiçək qayğı görməsə tez quruyar. B bəndimiz doğrudur. Baxaq C bəndinə. Onun ən sevimli bəzəyi yaqut üzüyüdür. Yanlışdır. Kiçik hərflə yazılmalıydı. Bacım Yaqut ən çox üzük taxmağı sevir. Burada da Yaqut böyük hərflə yazılmalıydı. Baxırıq D bəndinə. Meşədə bülbül ağaca qonaraq nəğmə oxuyurdu. Peşəkar vokal sənətinin banisi bülbüldür. Burada da böyük kiçik yazılmalıdır. Əziz dostlar, cavabımız oldu B bəndi. Baxırıq indi də 12-ci sonuncu sualımıza. Hansı söz yalnız cümlənin əvvəlində gəldikdə böyük hərflə yazılır? Kür, Asif, Sevinç hər zaman böyük hərflə yazılır, ancaq palto sözü cümlənin əvvəlində gələndə böyük hərflə yazılır. Cavabımız olur D bəndi. Əziz dostlar, bu cür videoların davamlı olmağını istəyirsinizsə kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Bu günlük bu qədər. Sağ olun.